Haqqqa çıxır, vay, uşaq düşdü polis şöbəsinə. Uşağın işi düşdü polisə. Aparır həmən valideyn bir gecədə 15-12 min manatı verir polis şöbəsinə. Sən bunu vaxtında bir dərk eləyərdin ki, elə bunu aparıb o pulu niyə polis şöbəsinə verirsən? Axı sən bilirsən, cəmiyyətin xarab olduğunu, toplumun zay olduğunu bilirsən, uşaq oxutmaq istəyirsən ona görə də. Amma qısırsan o puldan. Yox, o pula uşağa gedim ev alım, o pula uşağa başqa bir şey deyil. O pulu uşağın təhsilinə xərcləmir. 6-7 ildən sonra aparır həmən pulu verir bir gecədə polis şöbəsinə. Bax, təcrübəsiz valideynlik, biz bunu deyirik, səriştəsiz valideyn tipi bu tipdir. Baxsaq ətrafımıza görərik ki, yüzlərlə elə ailə var. Yüzlərlə yox, bəlkə 100 minlərlə elə ailələr var. Bunu qohumda da, qardaşda da, elə hər yerdə görə bilərik. Baxsaq, bəlkə özümüzdə də görə bilərik. Bu niyə belədir? Bax, mən fikirləşirəm, bir qərarlaşdıra bilmirəm ki, insan yəni bu qədər kör olar ki, öz toplumunu, cəmiyyətini başa düşməsin ki, mən hara uşaq buraxıram? Bu başla o uşağı hara buraxıram? O pul axırda gedir bir gecədə qismət olur polis şöbəsinə.